11, 15 və s. ədədi silsilənin ilk 12 həddinin cəmini tapın. 12 həddinin cəmini tapmaq üçün S12 bərabərdir 2A1 üstə gəlinsin, N çıxılsın 1 vurulsun D, bölünsün 2 vurulsun 12 düsturundan istifadə edə bilərik. 12 yəni burada N'dir. SN düsturudur bu. Gətirib əgər verilənləri yerinə yazsam, S12 bərabərdir 2-də. A1'imiz nədir? Birinci həddimiz, yəni 3. D'miz neçədir? 7 çıx 3, 4. 11 çıx 7, 4. Yəni burada hədlər arasındakı fərqimiz 4-ə bərabərdir. Deməli, silsilə fərqimiz 4-dür. Gətirib yerinə yazıram. 2 vurulsun 3, üstə gəlinsin. N neçədir? 12. N də burada bizə 12 verib. 12-dən 1 çıxıram. 11 vurulsun. D'm neçə oldu? 4 vurulsun 12. Bərabərdir. 2 vur 3, 6. Üstə gəlsin 11 vur 4, 44. Bölünsün eləməyə 2 ilə 12-ni ixtisar gedək. Vurulsun 6 bərabərdir. 50 vur 6 bərabərdir 300. Doğru cavab Y bəndi.